Eşidirəm sizi. Eşidirəm siz deyən. Məsələ odur ki, mən də işləyirəm, normal əmək haqqıyla işləyirəm. Özüm də mən bilirsən də. Mən istəyirəm də həmən keçiddə dükan açım, dükanı işlərim. Sən də deyirsən ki, işin üstündə durasan. Mən işin üstündə durmağım üçün, məsəl üçün aldığım əmək haqqı, yəni mən dolandıracaq əmək haqqıdır, onu itirmək istəmirəm. Yəni onun riskinə getmək istəmirəm ki, mən oradan çıxım, gedim iminə açdığım dükanın üstündə deyəm. Çünki açdığım dükanda dursam, o mənim üçün risk. Bildimi başa düşdüm, o məsləhəti deyim də. Ama niye onu istiyorum? Belə risk eləməyə dəyməz, amma məsələn sən öz işində deyirsən çıxa bilmirəm. Nə vaxt ki 1 ay, 2 ay, 3 ay çıxa bilirsənsə, həmin dövrü seçib həmin dövrdə giriş bil. Onda özün üstündə durmalısan. Çünki incəliklər çoxdur. Özün üstündə duranda biləsən ki, tutuzdurasan yoxsa. Bəs etibarlı işçi tapıb. Boş şey. Yox. Etibar orada bilsən etibarlı başqa şeydir. İşçinin özünün motivasiyası başqa şeydir. Sən etibar eləyə bilərsən, bu səni aldatmaz. Amma o dayanacaq orada, səhər gəlib öz problemləri var, fikirləşəcək, mən ora gedim, bura gedim. Falan kəsə borcum var, alacağım, xeyrim. O sənin işini bilməyəcək. Sən işi gərək özün biləsən. Onda mən elə alma yazıb, hökumətdə işləyim, hökumətdən də mən. Yox, niyə? Mən hökumətdən çıxıb gəlmişəm da biznesə. Mən özüm hökumətdə işləyə, ərzəmi yazmışam, yüksək maliyyə çıxmışam, gəlmişəm bizdə. Sən indi hökumətdə işləyirsən. Risk sayılır. Risk deyil, mən ərzə yazıb çıxmamışam dərhal. Birincisi otpuskan, məsələn, məzuniyyatım olub, həmin 1 ayım, 2 ayım olub, 1 ayda öz hesabımı götürə bilərəm. 1-2 ay gəlmişəm biznesə, girişmişəm, görmüşəm tutub. Ondan sonra işlə demişəm ki, mən qayıtmıram. Deyiblər ki, 1-2 ay fikirləş, öz hesabımı. Ondan sonra gəlmişəm ərzamı yazdım. Ondan sonra, amma mənim işim tutmasa, gəlib maaşımı alır. Mən indi bir misaldan deyim ki, özün də bilirsən. Məsələn, bir dəfə tərcüməndə keçirdim, Yaşamal ərazisində, Şərifzadədə. Ətir dükanı açdım, həmən sən deyən kimi. Yəni 1 ay müddətində əmək məzuniyyəti var. Onda mən deyən kimi olmuyor. Yox, sən deyən kimi. Sən işçi qoymusan, arada gəlmişsən, kişisən soruşmusan ki, nə oldu, nə var, nə yox. O işlətməyə başlamaq işçi qoymaq deyil. İşçinin sözsüz ki olmağı yaxşıdır. Amma sən özün bilməlisən. O işçi sənə hər şey demir. O obyektin nəfəs almağını sən özün bilməlisən. Özün orada oturmalısın. Oturmasan da vəziyyəti bilməlisən də. Yəni daimi onunla. Sən otur bütün günü hardasa dövlət işində, axşam gəl çalışsan soruşmayacaq. O sənə çox şey deyə bilər. O sənə daha doğrusu o sənə bilərəkdən azdırmayacaq. Öz düşüncəsini deyəcək, amma arada sən hiss eləməyəsən. Obyekti gərək hiss eləsən. İşləyən obyekt canlıdır da. Fiziki olaraq canlı olmasa da canlıdır. Çünki incəliklər çoxdur. Tək müştərilərlə ünsiyyət deyil. Elə obyektin öz yerindən də yerinə fərq var. Görürsünüz, hal olsun bu qardaşa. Yəni hər bir dinləyici ilə, izləyici ilə bu belə sərbəst oturur. Yox, suallar elə bilməsinlər ki, məsələn, özüm bir təris edim, yazırlar ki, sənə kursun var, pul təklif eləyək və yaxud bir-iki dənə sual verir, borcum nə oldu deyir, amma mən təmənnasız, mənə problem yoxdur. Kim istəsə yazır, WhatsApp nömrəni verirəm, problem yoxdur, təmənnasız. Kim ki, bu videonun axırına kimi baxıb da onlara. Yəni, heç kimi öyrətmirəm, amma elə bilməyəsiniz ki, mən nəsə öyrədirəm. Təcrübəmdən bölüşə bilərəm təmənnə. Bəlkə də səhv deyirəm. Elə mənə tanıyan adamlar olsa səsimdən tanıyacaqlar. Tanısın da. Mən sevinərəm mənə tanıyan adam baxsın. Sağ ol. Sağ ol.